Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən. Mən isə səndən bağışlanma diləyənlərdənəm. Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən. Mən isə tövhid əhlindənəm. Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən. Mən isə sənin əzabından və qəzəbindən qorxanlardanam. Səndən başqa heç bir məbud yoxdur. Sən hər bir eyibdən pak və hər cür nöqsandan münezzəhsən. Mən isə qəlbimdə qorxu olanlardanam. Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən. Mən isə həqiqətən ümidvar olanlardanam. Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən. Mən isə sənə rəğbət edənlərdənəm. Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən. Mən isə həqiqətən La ilahə illallah deyənlərdənəm. Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən. Mən isə sənə yalvaranlardanam. Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən. Mən isə səni təsbih, zikr edənlərdənəm. Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən. Mən isə həqiqətən sənə təkbir, Allahu Əkbər deyənlərdənəm. Səndən başqa heç bir məbud yoxdur. Sən paksan, müqəddəssən. Mənim və əcdadlarımın Rəbbisən, İlahi. Bu, mənim təzim göstərərək sənə etdiyim həmd sənamdır. Sənin təkliyinə iman gətirdiyim halda, səni ixlasla yad edir, nemətlərini sadaladığım halda iqrar edirəm ki, mənə verdiyin, əvvəlcədən vücudumda yerləşdirdiyin, onların vasitəsilə ehtiyaclarımı zənginliklə əvəz etdiyin, zərərləri aradan qaldırdığın, mənə asanlıq bəxş etdiyin, çətinlikləri uzaqlaşdırıb, bəlaları dəf etdiyin, bədənimə səhhət, dinimə salamatlıq bəxş etdiyin nemətlər o qədər çoxdur ki, onları sayıb qurtara bilməyəcəyimi etiraf edirəm. Hətta məxluqatın əvvəlkiləri və sonrakıları da bir yerə yığışıb, onları sadalamaqda mənə yardım etsələr, yenə də onları sayıb qurtara bilmərik. Sən müqəddəs və uca məqam sahibisən. Kərim, ehsan sahibi, əzim, əzəmətli və rəhim, bağışlayan olan Rəbsən. Nemətlərin saya gəlməz. Heç kəs sənə layiqli bir şəkildə həmd səna edə bilməz. Nemətlərinin əvəzini ödəmək olmaz. İlahi, Məhəmməd və Ali Məhəmmədə salavat göndər. Bizə olan bütün nemətlərini tamamla və sənə itaət etməkdə bizə kömək ol. Sən bütün nöqsanlardan münezzəhsən, uzaqsan və səndən başqa ilah yoxdur. İlahi, şübhəsiz ki, sən dara düşənləri çətinlikdən qurtaran, xoşagəlməz hadisələri dəf edən, fəryad edən xəstələrə şəfa verən, kasıbı zəngin edən, çatışmazlıqların əvəzini verən, kiçiklərə mərhəmət edən və böyüklərə kömək edənsən. Səndən başqa arxa dayaq,
səndən daha qüdrətli kimsə yoxdur. Sən uca və əzəmətlisən. Ey zəncirə vurulanları və əsirləri xilas edən, ey körpələrə ruzi verən, ey qorxusundan sənə pənah gətirənin pənah yeri, ey şəriki və köməkçisi olmayan Məhəmməd və Ali Məhəmmədə salavat göndər. Bu gecə bəndələrinə verdiyin və daim təzələdiyin nemətlərin ən fəzilətlisindən mənə də əta et. Məni o bəndələrindən qərar ver ki, onlardan bəlanı uzaqlaşdırmısan, qəm-qüssələrini dəf, dualarını, yaxşı əməllərini qəbul eləmsən, pis işlərini gizlətmisən. Şübhəsiz ki, sən istədiyini lütf edən, hər şeydən xəbərdarsan və hər şeyə qadirsən. İlahi, şübhə yoxdur ki, sən dua edilənlərin ən yaxını, qəbul edənlərin ən sürətlisi, əf edənlərin ən kəramətlisi, əta edənlərin ən səxavətlisi, hacət istəyənlərin ən yaxşı eşidənisən. Ey dünya və axirətdə rəhman, mərhəmətli və rəhim olan, bağışlayan Allah. İlahi, sənin kimi hacət qapısı yoxdur, səndən başqa ümid yeri yoxdur. Sənə dua etdim, duamı qəbul etdin. Səndən istədim, mənə əta etdin. Sənə rəğbət etdiyim zaman mənə mərhəmət etdin. Sənə etimad etdiyim zaman məni xilas elədin. Sənə yalvardığım zaman mənə kömək oldun. İlahi, sənin bəndən, Rəsulun və Nəbin Məhəmməd və onun pak əhli beytinə salavat göndər. Bizə nemətlərini tamamla və verdiklərini faydalı et. Bizi sənə şükr edən və nemətlərini zikr edənlərdən qərar ver. Amin. Amin. Ey aləmlərin Rəbbi, Allahım, ey mülkün sahibi və hər şeyə qadir olan qalib, ey ona qarşı üsyan etməsinə baxmayaraq, bəndənin günahını örtən Allah, ey bağışlanmaq istəyənləri əf edən, ey rəğbətlə axtarış içində olanların məramı, ey rəhmətinə ümid bağlayanların son ümidi, ey arzu edənlərin və həsrət çəkənlərin son ümidi, ey elmi ilə hər şeyi əhatə edən, ey tövbə edənlərə, əf diləyənlərə qarşı mehribanlığı, rəhmət və hilmi geniş olan, İlahi, şərəfləndirdiyin və əzəmətli etdiyin bu gecədə Peyğəmbərin, Rəsulun, yaratdıqlarının ən üstünü, vəhyinə əmanətdar, müjdə verən, qorxudan və onunla müsəlmanlara nemət verdiyin işıq saçan çırağı və aləmlərə rəhmət olaraq göndərdiyin Məhəmməd salavatullahı vasitə qərar verərək sənə üz tuturuq. İlahi, Məhəmməd və onun əhli beytinə salavat göndər. Ey əzim, əzəmətli, necə ki, o buna layiqdir, ona və pak əhli beytinə salavat göndər və bizi öz əhfinlə bürü. Sənin mərtəbənə müxtəlif dillərdə nalə
və səslər yüksəlir. Ey Allahım! Bu gecə qulların arasında bölüşdürdüyün hər cür xeyirdən, hidayət vəsiləsi olan nurdan, yaydığın rəhmətdən, nazil etdiyin bərəkətdən, sağlamlıq paltarından və hər kəsə bəxş etdiyin ruzidən bizə də pay ver. Ey mərhəmətlilərin ən mərhəmətlisi! İlahi, bizi bu saatda qurtulmuş və nicat tapmışlardan qərar ver. Bizi yaxşı əməl sahibi və əməlindən fayda görənlərdən qərar ver. Bizi rəhmətindən naümid olanlardan qərar vermə. Bizi rəhmətindən ayırma. Bizi ümid bağladığımız lütfündən və rəhmətindən məhrum etmə. Ümid bağladığımız lütf və ehsanından ümidimizi boşa çıxartma. Bizi öz dərgahından əliboş qaytarma və rəhmət qapından qovma. Ey səxavətlilərin ən səxavətlisi! Ey mərhəmətlilərin ən mərhəmətlisi! Ey ehsan edənlərin ən əli açıq olanı! Sənə inanaraq üz tutduq. Sənin möhtərəm evini ziyarət etməyi niyyət etmişik. Sənə iman gətirdiyimiz halda Beytül-Hərama, Kəbə evinə üz tuturuq. Həcc əməllərini yerinə yetirməkdə bizə yardımcı ol. Həccimizi kamil et. Bizi bağışla. Bizə sağlamlıq, salamatlıq bəxş et. Günahlarımızı etiraf etdiyimiz xar və zəlil halda əllərimizi sənin dərgahına uzatmışıq. İlahi, bu gecə səndən istədiyimizi bizə əta et. İşlərimizdə bizə yetərli ol. Səndən başqa bizə yetərli olan və səndən başqa Rəbbimiz yoxdur. Hükmün bizə şamildir. Elmin bizi əhatə etmişdir. Bizim haqqımızdakı qəza-və qədərin ədalətlidir. Bizim üçün xeyirli olanı hökm et. Bizi yaxşı əməl sahiblərindən qərar ver. İlahi, səxavətinlə bizə böyük mükafat, bol asayiş, daim asanlıq ver. Bütün günahlarımızı bağışla. Həlak olanlarla birlikdə bizi həlak etmə. Mehribanlığını və rəhmətini bizdən əsirgəmə. Ey mərhəmətlilərin ən mərhəmətlisi! İlahi, bu anda bizi səndən istədiklərini əta etdiyin, sənə şükür etdiyində nemətini çoxaltdığın, tövbə edib sənə üz tutduğu zaman tövbəsini qəbul etdiyin, bütün günahlardan bezərək, xilas olmaq üçün sənə yönəldiyində günahlarını bağışladığın şəxslərdən qərar ver. Ey əzəmət və ehsan sahibi! İlahi, bizi günahdan çəkinməkdə müvəffəq et. Sənə itaət etmək üçün güc ver və naləmizi qəbul et. Ey sual olunanların, hacət istənilmək üçün müraciət olunanların ən xeyirlisi. Ey mərhəmət istənilənlərin ən mərhəmətlisi. Ey göz qapaqlarının yumulmasından, gözlərdəki baxışlardan, gizlinlərdən və qəlblərdə gizlədilənlərdən xəbərdar olan. Şübhə yoxdur ki, bütün bunları sənin elmin hesabı almış, elmin əhatə etmişdir. Sən zalimların sənin barəndə dedikləri bütün eyiblərdən pak və
münezzəhsən, uzaqsan. Ən üstün və uca məqam sahibisən. Ey böyük Allah, səni 7 qat göylər, yerlərdə və göylərdə olanlar təsbih edir. Həmd, böyüklük və ucalıq yalnız sənə məxsusdur. Ey əzəmət, kərəm, lütf, ehsan və böyük bəxşişlər sahibi, səxavətli, kərəm sahibi, mehriban və rəhimli olan sənsən. İlahi, mənim üçün halal ruzini çoxalt, bədənimə və dinimə sağlamlıq bəxş et. Məni qorxduqlarımdan amanda saxla, cəhənnəm odundan məni xilas et. İlahi, mənə qarşı tədbir görmə, məni qəflət həlakına düçar etmə, əzabıma səbəb olacaq möhləti mənə vermə. İlahi, məni rüsvay etmə, cinlərin, insanların və fasiqlərin şərrini məndən uzaq et. Sonra İmam Hüseyin əleyhissalam üzünü göyə tutaraq uca səslə belə dedi: Ey eşidənlərin və görənlərin ən yaxşısı, ey haqq hesab edənlərin ən sürətlisi, ey mərhəmətlilərin ən mərhəmətlisi, Məhəmməd və xalqın rəhbərləri, xeyir bərəkət qaynağı olan əhl-i beytinə salavat göndər. Allahım, səndən elə bir istəyim var ki, onu mənə versən, məni məhrum etdiyin şeylər mənə ziyan verməz. Əgər məni ondan məhrum etsən, əta etdiklərinin faydası olmaz. Məni cəhənnəm əzabından xilas etməyini istəyirəm. Səndən başqa ilah yoxdur, təksən və şərikin yoxdur. Mülk və həmd yalnız sənə məxsusdur. Sənin hər şeyə gücün yetər. Ey mənim Rəbbim, ey mənim Rəbbim. Mühəddis Quminin nəql etdiyinə görə, Kəfəmi və Əllamə Məclisi duanın bu yerinə qədər olan hissəsini rəvayət etmişlər. Lakin Seyyid İbn Tavus Əl-İqbal kitabında ey mənim Rəbbim, ey mənim Rəbbim zikrindən sonra duanın aşağıda qeyd edəcəyimiz davamını əlavə etmişdir. İlahi, mən zəngin olduğum zaman da sənə möhtacam. Elə isə fəqir ikən sənə necə möhtac olmaram? İlahi, alim olduğum zaman da, çox şeylərdən məlumatsızamsa, nadanamsa, cahil olduğum zaman necə nadan olmayım? İlahi, tədbirindəki müxtəliflik və təqdirindəki sürətli dəyişikliklər arif bəndələrinin sənin əta etdiklərinə qarşı arxayın və səndən gələn bəlaya qarşı ümidsiz olmamaqlarına mane olur. İlahi, mənim sənin tərəfindən danlanmağım öz pis əməllərimin nəticəsidir. Sənin mənə əta etdiklərinsə lütfünün, kərəminin nəticəsidir. İlahi, bu zəif vücudumu yaratmazdan əvvəl sən özünü şəfqətli və mərhəmətli olaraq tanıtmısan. Elə isə bu zəif vücudumu lütf və mərhəmətindən məhrum edərsənmi? İlahi, əgər məndən yaxşı işlər zahir olursa, bu sənin fəzlindən və mənə olan minnətindəndir. Əgər pis işlər zahir olursa, bu da sənin ədalətindən və mənim əleyhimə olan bir dəlilindir. Çünki
sən mənə qarşı öz hüccətini tamamlamısan. Mənim günah etməyə cəsarətim üçün heç bir bəhanə yeri qoymamısan. İlahi, işlərimi sənə həvalə etdiyim halda, məni necə öz başına buraxırsan? Sən mənə yardımcı olduğun halda, kim mənə zülm edə bilər? Yaxud da, sən mənə mehriban olduğun halda, sənin lütfündən necə məhrum ola bilərəm? İlahi, indi möhtac və çarəsiz bir halda sənin dərgahına təvəssül edirəm. Sənin heç bir şeyə ehtiyacın olmadığı halda sənə sığınmışamsa, öz halımdan necə şikayət edə bilərəm? Halım, vəziyyətim səndən gizlin olmadığı halda sözlərimi necə dilə gətirim? Halbuki sözlərimin, demək istədiklərimin hamısı sənə aşkardır. Arzularımı necə boşa çıxardarsan? Bir halda ki, arzularımı sənin dərgahına yönləndirmişəm. İlahi, vəziyyətimi dəyişmək sənin ixtiyarında olduğu halda halımı yaxşılaşdırmazsanmı? İlahi, nadanlığımın böyük olmasına baxmayaraq, sən mənə qarşı lütfkar, əməlimin bu qədər pis olmasına baxmayaraq, mənə qarşı necə də mərhəmətlisən. İlahi, sən mənə nə qədər yaxın, mən isə səndən nə qədər uzağam. Sən mənə bu qədər şəfqətli olduğun halda, görəsən mənim sənə yaxın olmağıma maniyə yaradan nədir? İlahi, əsər və əlamətlərin, halətlərin dəyişməsi və dünyada baş verən hadisələrin müxtəlifliyindən başa düşdüm ki, məni yaratmaqda məqsədin hər bir şeydə özünü mənə tanıtdırmaq və nəhayətdə mənim səndən qafil olmamağımdır. İlahi, zəlillik və xarlığım sənin hüzurunda danışmağıma mane olsa da, bu hal dilimi lal etsə də, sənin kəramətin məni dilə gətirir. Pis xüsusiyyətlərim, günahlarım məni məyus etsə də, ehsanların məni ümidləndirir. İlahi, yaxşılıqları pislik olan şəxsin pisliklərinin pis olmaması mümkündürmü? Yaxud da həqiqətləri boş iddia olduğu halda, iddiaları batil, əsassız iddia olmaya bilərmi? İlahi, keçərli hökmün və qalib iradən nə söz sahibinə danışma imkanı verər, nə də hal sahibində sabit bir hal qoyar. İlahi, nə qədər çoxlu ibadətlər etməyə və sabit bir halda olmağa çalışdımsa da, sənin ədalətin etdiyim yaxşı əməllərimə arxayın olmamağı öyrətdi və əməllərimə olan etimadımı sarsıtdı. Ədalətin sarsıtdı, fəzilətin isə həmin əməllərə öz fəzilətinlə mükafat verəcəyin üçün məni yaxşı əməllər etməyə həvəsləndirərək əzmli və iradəli etdi. İlahi, sən özün bilirsən ki, sənə itaət və ibadətdə davamlı olmasam da, qəlbimdə sənə olan sevgi və məhəbbətim, itaət məqsədim davamlıdır. İlahi, səni necə səsləməyə bilərəm? Halbuki, sən hər zaman qalibsən. Sənə tərəf necə gəlməyim ki, sən bütün aləmlərin ixtiyar sahibisən. İlahi, sənin nişanələrindəki
müxtəlifliyi düşünmək məni sənə çatmaqdan uzaqlaşdırır, sənin vüsalını mənə çətinləşdirir. Elə isə məni sənə çatdıran, qovuşduran yaxşı əməlləri etməyə müvəffəq et. İlahi, varlığında zatən sənə möhtac olanların vasitəsilə sənin varlığına necə dəlil gətirim? Səndən daha aşkar olan bir varlıq varmı ki, sənin onun vasitəsilə təcəlli edib aşkar olmağın mümkün olsun? İlahi, sən nə zaman gizli olmusan ki, sənin varlığın üçün dəlilə ehtiyac duyulsun? Sən nə vaxt uzaq olmusan ki, nişanələr və məxluqat bizi sənə yaxınlaşdırsın? Sənin daim onu qoruduğunu görməyən göz kör olsun. Sənin eşq və məhəbbətindən binəsib olan bəndə ziyana uğrasın. İlahi, bəndələrinə sənin qüdrət və əzəmətinin nişanələrinə nəzər salmağı əmr etmisən. Elə isə sənə qovuşa bilməyim üçün məni nurani təcəllinə, səni müşahidə etməyə doğru, özünə doğru hidayət et, istiqamətləndir. Məni elə mərifət məqamına yüksəlt ki, o nişanələrə nəzər salmaq və onlara etimad bəsləməyə ehtiyac olmasın. Həqiqətən də sən hər şeyə qadirsən. İlahi, zəlilliyim sənə aşkardır. Bu vəziyyətim də səndən gizli deyildir. Səndən sənə qovuşmağı diləyir və sənin vasitənlə sənə dəlil gətirirəm. Elə isə məni nuruna doğru hidayət et. Sənə xalis bir bəndə olmağı mənə nəsib et. İlahi, mənə elm xəzinəndən elm öyrət və məni öz qoruma örtüyünlə amanda saxla, qoru. İlahi, məni sənə yaxınlaşmaq istəyən və vüsalına qovuşmaq istəyənlərin yolu ilə gedənlərdən et. İlahi, məni öz tədbirinlə nöqsanlı tədbirimdən və öz seçiminlə səhv seçimimdən ehtiyatsız və qəni et. Məni zəif tərəflərimdən, cəhətlərimdən xəbərdar, agah et. İlahi, məni nəfsin zillətindən xilas et. Əcəlim yetişməzdən əvvəl məni şirk və şübhələrdən təmizlə. Səndən yardım istəyirəm, mənə yardım et. Sənə təvəkkül edirəm, məni öz başına buraxma. İlahi, yalnız səndən istəyirəm, məni məyus etmə. Sadəcə sənin fəzlinə rəğbət bəsləyirəm, məni məhrum etmə. Sənə bağlanıram, məni özündən uzaqlaşdırma. Sənin qapına üz tuturam, məni öz qapından qovma. İlahi, sənin razılığın səbəbsiz yaranmaqdan pak və münəzzəh olduğu halda mən necə sənin razılığına səbəb ola bilərəm? İlahi, onsuz da sənə kimdənsə, hansısa bir mənfəət çatmayacaq qədər zənginsən. Elə isə mənim kimi bir həqir bəndənin sənə mənfəət verməsinə əsla möhtac deyilsən. İlahi, qəza və qədərin məni ümidvar, nəfsani arzular isə məni şəhvət zəncirinə əsir edir. Elə isə mənə zəfər və bəsirət verənə qədər yardımçım ol.
məni öz fəzlinlə o qədər zəngin, ehtiyacsız et ki, bir xahiş və sual etməyə belə ehtiyacım olmasın. İlahi, öz övliyalarının qəlbinə səni tanımaları və yeganəliyini etiraf etmələri üçün ilahi nur verən sənsən. Səni sevənlərin qəlbindən səndən başqa kimsəyə bağlanmamaları və kiməsə sığınmamaları üçün başqalarının məhəbbətini çıxarıb atan sənsən. Hadisələr onları qorxutduğu zaman onların həmdəmi sənsən. Sənin nişanələrin aydın olduqda, nişanələrindən uzaqlaşdıqda onları hidayət edən sənsən. Səni itirən nəyi tapmışdır və səni tapan nəyi itirmişdir? Səndən başqasına meyl edən kəs hər şeydən məhrum olmuşdur. Səndən üz çevirib başqasına bağlanan ziyana uğramışdır. Sən ehsanını kəsmədiyin halda səndən başqasına necə ümid bağlamaq olar? Səndən başqasından necə istəmək olar? Halbuki sən lütf və kərəm sifətini dəyişdirməmsən. Ey öz hüzurunda xüşu halında dayanmaq üçün dostlarına ünsiyyətin şirinliyini daddıran, ey hüzurunda istiğfar edərək dayanan dostlarına əzəmət libasını geyindirən, sən qulların səni zikr etməzdən əvvəl onları xatırlayansan, abidlər sənə üz tutmazdan əvvəl sən ehsan edənsən, istəyənlər səndən istəməzdən əvvəl sən bəxş etməkdə səxavətli olansan, bizə öz hədiyyə etdiklərindən borc istəyənsən. Allahım, məni sənə qovuşmaq üçün öz rəhmətinlə dəvət, sənə üz tutmaq üçün öz ehsanına cəzb et. İlahi, günahkar olsam da səndən heç vaxt ümidimi kəsmərəm. Necə ki, itaət etsəm də qəlbimdən sənin qorxun çıxmaz. İlahi, həqiqətən də bütün dünya məni tərk etdi. Sənin böyüklüyünə olan yəqinim məni sənin qatına, dərgahına çəkmişdir. İlahi, səndən necə ümidimi kəsim? Halbuki sən mənim arzu və ümidimsən. Necə zəlil ola bilərəm? Halbuki mənim himayəçimsən. İlahi, necə izzət iddiasında ola bilərəm? Halbuki sənin qarşında zəliləm. Necə izzət iddiasında olmayım? Halbuki məni özünə nisbət vermisən. İlahi, necə möhtac olmayım? Halbuki sən məni möhtaclardan qərar vermisən. Necə möhtac ola bilərəm? Halbuki sən məni öz bəxşişinlə zəngin etmisən. Sən elə bir məbudsan ki, səndən başqa ilah yoxdur. Özünü bütün şeylərlə tanıtdırmısan ki, kimsə səndən qafil olmasın. Sən o Allahsan ki, özünü mənə hər məxluqatda göstərmisən. Odur ki, mən səni açıq-aşkar görürəm. Sən hamı üçün aşkar və zahirsən. Ey sonsuz mərhəməti ilə hər şeyi əhatə edən və ərşi öz zatında gizlədən, nişanələri nişanələrlə yox edən,
və özündən başqalarını, digər nişanələri nur pərdələrinin əhatəsində məhv edən, kölgədə qoyan Allah. Ey nur pərdələri arasında özünü gözlərdən, görünməkdən gizləyən, ey nuraniliklə təcəlli edərək varlıq aləmini bütün əzəmət mərtəbəsi ilə əhatə edən, necə məxfi ola bilərsən? Halbuki sən hər yerdə zahirsən, necə gizli ola bilərsən? Halbuki sən hər yerdə hazırsan. Şübhəsiz ki, sənin hər şeyə gücün yetər. Həm sənə yalnız tək olan Allaha məxsusdur.